Sobada quzu budunu necə belə yumşaq hazırlayıram, bütün sirlərini bölüşəcəm. Budun üzərində paxlava şəklində cızıqlar atıram və klassik sos hazırlayıram. Biraz zeytun yağı, sarımsaq, duz, istiot və kəkli otu qatıb qarışdırıram. Hər tərəfinə yaxşı tətbiq edib yağlı kağıza bükürəm. Bükərkən diqqət edin ki, heç bir ara məsafəsi qalmasın, yağı və suyu axmasın. Ən sonda folqaya büküb sobaya qoyuram. Alta su tökməyi unutmayın. Alt-üst rejimdə 220 dərəcədə bişiririk. Və nəticə göz qabağındadır. Mən susum, siz danışın.